Xəbər verdiyimiz kimi Ermənistan konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirəcək. Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Bu barədə o yerli televiziya kanallarına müsahibə verərkən deyib. Nikol Paşinyanın bu dəfəki açıqlaması Ermənistanın gələcək konstitusiya mətninə yönəlib. Baş nazir hesab edir ki, sənəddə 1990-cı il müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Onun fikrincə, bu sülh müqaviləsinin imzalanmasına mane olan əsas hüquqi bariyerdir və bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir. Siyasi şərhçi Mübariz Göyüşlü isə deyir ki, Paşinyan bu dəyişiklikləri mümkün güzəşt kimi təqdim etsə də, əvvəlki təcrübələr göstərir ki, Ermənistan hakimiyyətinin açıqlamaları çox vaxt bir-birini təksib edib. Konstitusiya dəyişikliyi ilə bağlı mümkün güzəştlər haqqında danışdığı halda səhərsi gün ya Konstitusiya Məhkəməsinin hər hansı bir rəsmisi, ya Ədliyyə Naziri və yaxud da onun müavini çıxıb deyirlər ki, belə bir dəyişikliklər gündəmdə deyil və mümkün deyil. Bu da göstərir ki, bütün bunlar Ermənistan tərəfindən söz oyunudur, növbəti manipulyativ addımlardır, cəhdlərdir. Şərhçilər hesab edir ki, bu cür fundamental dəyişikliklərin real nəticə verməsi üçün İrəvanın söz deyil, konkret və ardıcıl addımlar atması vacibdir. Fidan Səfər, Bəkir Əşimov, Space xəbər.